İzahlı test 5. sınıf 6. hissə 7, 8, 9. suala burada baxacaq. 10. sualı siz şərtlərdə yazarsınız. Choose the correct modal verb 7. sual. Düzgün modal feli seçin. I have a little water, I give you some. Burada can modal feli işlənib. Can modal feli bacarmaq, bilmək mənasını verir. Can modal felindən sonra ikinci fel gələndə to hissəci işlənmir. C bəndindən D bəndi olmaz. B bəndinə baxaq. I have a little water, I can't give you some. Mənim çox az suyum var, mən sənə verə biləcəyəm. Və B bəndi cümlənin mənasına görə uyğun gəlmir. A bəndi qalır. I have a little water, I can't give you some. Mənim çox az suyum var, mən sənə verə bilmərəm. A bəndi doğru cavabdır. 8. sual. Choose the correct variant. Düzgün variantı seçin. His eyes are blue. His eyes are blue. Burada sual cümləsində A keçir cümlənin əvvəlinə. A his eyes blue. Bir səhvdir. Where do you live? Where do you live? İkinci bənd doğrudur. Do you have a collection of CDs? Burada görürük ki has işlənib. Has üçüncü şəxsin təkində işlənir. Deməli bu yodur burada, səndir. Üçüncü şəxsin təki deyil. Ona görə has səhvdir. Gərək olmalıydı do you have. 3 səhvdir. 4-cü cümlə. Are you watching TV now? Are you watching TV now? İndiki davam edici zamandadır cümlə. Sən indi televizor izləyirsənmi? Yo ilə A işlənir və feilin sonuna ayın cavabı alınıb. Sual cümləsidir və bu 4 də doğrudur. 2 ilə 4 doğru cavabdır. 9. sual. Choose the correct variant. Düzgün variantları seçin. Rayla her lessons. Does Rayla do her lessons? Rayla 3-cü şəxsin təkindədir. Does işlənir sual cümləsində. Burada do əsas ver kimi işlənib, etmək mənasını verir. Rayla öz dərslərini edibmi? Bir düzdür. Does Rayla her lessons? Burada Rayla dərslərini da edibmi yoxdur, ona görə səhvdir. Do Rayla do her lessons. Do Rayla 3-cü şəxsin təkidir, ona do işlənməz, does işlənməlidir. 3 də səhvdir. 4-cü bəndə baxaq. Is Rayla doing her lessons? Burada indiki davam edici zamandır. Rayla 3-cü şəxs təkidir, is işlənir və feilin sonu ayıncı əlavə olunub. 4 düzdür. 1 ilə 4 düzdür, 2 ilə 3 səhvdir. 10-cu sualın cavabını isə şərhlərdə, kommentlərdə siz cavabını yazarsınız.